Bu videoda tərtib etdiyim ilk səviyyə sualın izahına baxacağıq. Sualın izahına keçməmişdən əvvəl sizdən xahişim odur ki, kanala abunə olub like atasınız. Sualın şərtində x ölkəsini tapacağıq. Daha sonra isə onun üçün uyğunsuzluğu müəyyənləşdirəcəyik. Yəni doğrunun altını yanlışı, yanlışın altını doğru axtaracağıq. X ölkəsinin ərazisindən orta fırlama sürəti 1281 km/saat olan paralel çevrəsi keçir. Bunu paralel çevrəsini tapmaq üçün 1281-i 15-ə bölərəm. Qalar 85,4. Bunu da aydın məsələdir ki, 85,4 40 dərəcə paralel çevrəsidir. 15-ə niyə bölürəm? Çünki yerin 1 saatda fırlanma sürəti 15 dərəcədir. Və 1281-də 15-ə böldükdə 85,4 1 dərəcə paralel qövsünün uzunluğu 85,4 isə bu da aydın məsələdir ki, 40 dərəcə paraleldir. Yəni həmin bu ölkə üçün, X ölkəsi üçün ərazisindən 40 dərəcə paralel keçir. Bu ölkə ilə Azərbaycan üçün oxşar cəhət tərkibində muxtar vilayətin olmasıdır. Azərbaycanda muxtar vilayət aydın məsələ Naxçıvandır. Bu ölkə isə həmin bu X ölkəsində də muxtar vilayət var. Buradan biraz tapmaq hələ ki çətindir. Daha sonra sərhəd olduğu heç bir ölkənin birbaşa okeana çıxışı mövcud deyil. Bu xəritələrin təhlilində çox istifadə olunub. Bu ölkə Özbəkistan hesab olunur və Özbəkistanın da ərazisində Qaraqalpaqistan muxtar vilayəti var. Yəni həqiqətən də görürük ki, Özbəkistanın ərazisindən 40 dərəcəyə paralel keçir. Eyni zamanda Azərbaycan üçün oxşar cəhət vilayət var. Yəni muxtar vilayət var ərazisində və birbaşa okeana çıxışı mövcud deyil Özbəkistanın. Yəni nə özünün, nə də qonşu olduğu ölkələrin heç birinin okeana çıxışı mövcud deyil. Söhbət demək ki, Özbəkistandan gedir və Özbəkistan üçün uyğunsuzluğu müəyyənləşdirəcək. Doğru altına baxaq. Deməli, doğrunun altında Altay dil ailəsinə aid edilir və Altay dil ailəsinin türk dil qrupunun Uyğur qoluna aiddir Özbəkistan. Bu fikir doğrudur. İkinci Monqolistanın aid olduğu sivilizasiyaya daxildir. Monqolistanın aid olduğu sivilizasiya Budda sivilizasiyasıdır. Amma Özbəkistan isə İslam şərq sivilizasiyasına aiddir. Fikir burada yanlışdır. Doğrunun altından verib deyə götürəcəyik. Üçüncü, pambıq istehsalına görə dünyada fərqlənir. Pambıq istehsalına görə bəli, fərqlənir. Çünki iqlimi imkan verir ki, temperaturu imkan verir ki, kənd təsərrüfatında pambıqçılıq inkişaf etsin. Daha sonra yanlışın altından da, yəni bu üçüncü fikir də doğrudur. Yanlışın altından isə doğruları axtaracaq. Yerləşdiyi qitənin qərb ucqar nöqtəsinə aid olduğu ölkə qoşulmama təşkilatına üzv deyil. Yerləşdiyi qitə deməli Asiyadır. Asiyanın qərb ucqar nöqtəsi Bababurnudur və Bababurnu da Türkiyə ərazisində yerləşir. Türkiyə də qoşulmama təşkilatına üzv deyil. Fikir doğrudur. Yəni 4-ü götürəcəyik, çünki uyğunsuzluq istəyir. 5-ci, sərhəd olduğu ölkə 2 qitədə yerləşir. Sərhəd olduğu ölkə Qazaxıstandır. Qazaxıstan da 2 qitədə yerləşir. Məsələn, Avropa və Asiya qitəsində, yəni kiçik bir hissəsi Avropada yerləşir, böyük bir hissəsi isə demək ki, Asiya qitəsində yerləşir. Fikir də doğrudur. Ərazisində tropik səhra iqlimi formalaşıb. Tropik səhra iqlimi o qədər qalxmır. Maksimum İran yaylasının cənub hissələrinə qədər və Mesopotamiyanın cənub hissələrinə qədər qalxır. Yəni yuxarı hissələrin tropik kontinental və yaxud da tropik səhra da deyirlər. Bu iqlim yuxarı hissələri görmür. Ona görə fikir də yanlışdır. Deməli, doğrunun altından yanlışı götürəcəyik 2, yanlışın altından doğruları götürəcəyik 4 və 5. Sualımızın doğru cavabı 2, 4, 5 və B variantı. İzlədiyiniz üçün təşəkkürlər.